Büdcəyə ödənilən əmlak vergisi. Əmlak vergimizdə birinci, ən sonda deyəcəyim şey ilkdə deyib, bunu netləşdirək. Əmlak vergisi məhdudlaşdırılmadan gəlirdən çıxılan xərc kateqoriyasına aid. Məhdudlaşdırılmadan, heç bir faiz dərəcəsi olmadan, şərtə bağlanmadan əmlak vergi məbləğinin özü birbaşa gəlirdən çıxılan xərc kateqoriyasına aiddir. Yəni, gəlirinizi əmlak vergisi qədər gəlir vergisindən və ya mənfəət vergisindən azad edir. Bu ne? İstəyən təkrar qura bilərəm cümləni. Yəni, məhdudlaşdırılmadan açıqlaması nə ifadə etmək istəyir, onu deməkdir. Yəni ki, hər hansı bir faiz dərəcəsi ilə gəlirdən çıxılmır, bu şərt olarsa gəlirdən çıxılmır deyə bilərək. Nə qədərdirsə, o qədər də bəli, gəlirdən çıxılır. Əmlak vergisinin özü. İlk öncə yenə əmlak vergisinin ödəyicisi kimlərdir ifadəsinə baxacağıq. Müəssisələr, fərdi sahibkarlar, balansında əmlakı olan hər kəs əmlak vergisinin ödəyicisi sayılır. Birbaşa ifadə ilə götürsək, müəssisə və fərdi sahibkarların balansında olan, bu ifadə yadda qalsın, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərə münasibətdə yalnız daimi nümayəndəliklə bağlı olan əmlaklar və bu kateqoriyaya aiddir. Yəni, müəssisə və fərdi sahibkarlara qeyri-rezident olsa da, rezidentlər kimi əmlak vergisi verməlidir. Yəni, əsas vəsaitlərə, bunu boşuna işarələməyiblər ulduzla. Bu hansı ifadədir? Aldığımız əmlak bizim nəyimiz idi maliyyət çotunda? Uzun müddətli aktivimiz. Biz onu nə zaman istismara verirdiksə, yəni istifadə etməyə başlayırdıqsa, olurdu bizim əsas vəsaitimiz. Yəni 111-imiz, torpaq tikili avadanlığımız. Burada isə sizə onu vurğulayır ki, bu müəssisələrin balansında olan əmlaklar əsas vəsait kateqoriyasında olmalıdırlar ki, onlara əmlak vergisi hesablana bilsin. Yəni, əmlakın əsas ana düşüncəsi nədir? Bir əmlakım var, notebookum var, ona sahibəm, mülkiyyət sənədim var və balansıma qəbul etdim. Bu mənim sadəcə uzun müddətli aktivimdir. Mən hər şey başlayır istifadədə. Mən bunu istifadəyə verdiyim zaman artıq bu notebook mənim bu təlimdən əldə etdiyim gəlirdə iştirak eləyən bir vasitəyə çevrilir. Yəni, əsas vəsaitimə çevrilir. Nəyin əsas vəsaitidir bu? Gəlir əldə etməmin əsas vəsaitidir. Yəni, birbaşa o vəsaitdir ki, bu vəsait sayəsində gəlir əldə olunur. Bunu təyin etdik əsas vəsait olaraq. O zaman qanunvericiliyi bizə icazə verir ki, bu əsas vəsaitin illər üzrə nə qədər dəyər itirirsə, həmin dəyəri bu əsas vəsaitlə qazanılan gəlirdən çıxmağa hüququmuz olsun. Yəni, sizlərin də bildiyi amortizasiya anlayışı. Amortizasiya anlayışı gəlir vergisində və mənfəət vergisində gəlirdən çıxılan xərc kateqoriyasına aiddir. O halda ki, həmin bu əsas vəsait dediyim kimi gəlir əldə etmədə iştirak eləsin. İkinci variantı, əsas vəsait kateqoriyasında olmalıdır. Yəni, istifadə olunmalıdır ki, sən ona sahib olduğun üçün əmlak vergisi də verə biləsən. Yəni, çünki əmlak vergisinin hesablanmasında aktivlərin qalıq dəyərləri əhəmiyyət kəsb edir. Yəni, əsas vəsaitin qalıq dəyəri nə olacaqsa ona. Yəni, buradan bütün qarmaşıq cümlələrdən tək ifadə tərcinə sadələşdirilmiş versiyada deyək, istifadə olunmayan uzun müddətli aktivlərimiz, yəni əmlaklarımız əmlak vergisinə tabe deyil. Yəni, almışam, istifadə etməmişəm. Sadəcə ona sahibəm. İstifadə etmirəmsə, o mənim kapitalım kimi, sərmayəm kimi orada qalır qeyri-likvid olaraq. İldə bir dəfə qiymətləndirmə edirəm, amortizasiya verə bilmirəm, ona təmir xərci çəkə bilmirəm. Yəni, heç bir funksiya daxılığı yoxdur mənim üçün. Nəyi ki, istifadə edirəm, yəni gəlir əldə etmədə istismara vermişəm, o zaman onlarla bağlı
Əmlak vergisini də hesablayıram, amortizasiyasını da hesablayıram. Əsas vəsaitlərin qarşısınca bildirir. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikası ərazisində yerləşən tikililər və ya onların hissələri, deyək ki, tikili tam deyil də, bina komplekslərdir, sən ambara sahibsən sadəcə. Binanın sənin əlaqəsi yox. Onların hissələri həmçinin yerindən və istifadə edilib edilməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və ya hava nəqliyyat vasitələri istisna olmaqla bu təyyarəniz, vertolyotunuz varsa, onları çıxırıq. Yaxtalarınız varsa, onları da çıxırıq. Bu hesablama adəti yoxdur. Görə əmlak vergisinin ödəyiciləridir. Baxın, mənim biraz öncə yuxarıda dediyim istifadə edilməyənə hesablamırıq qaydasını aşağıdakı ifadə elə göstərir ki, sanki istifadə etdi, etmədi, buna vergi hesablanmalıdır. Xeyr, cümləyə baxaq. Fiziki şəxslərə məxsusluğundan gedir söhbət. Niyə? Arxada su vasitələrini qeyd edib. Öncəsində isə deyir, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan, yəni sənin, mənim, başqasının, bizim xüsusi mülkiyyətimizdə vətəndaş olaraq yəni, fiziki şəxs onu deyir, fərdi sahibkarı demir. Vətəndaş olaraq, xarici vətəndaş da ola bilər ki, Azərbaycan sərhədləri daxilində istənilən əmlaka sahib olsun. Vergi ödəyicisi oldu, olmadı, yəni vönü var ya da yoxdur, əmlak vergisinin ödəyicisidir. Bu, müəssisələr üçün qeyd etdiyimizə aid deyil, yəni. Müəssisədə istifadə anlayışı ilə ölçülür. Müəssisələrimiz iki kateqoriyada, istər fərdi sahibkar, istərsə də ki, məhdud məsuliyyətli cəmiyyətlər, kommersiya təşkilatları olmaq şərti ilə aidiyyatı olmadan istifadə ediriksə ödəyirik, etmiriksə ödəmirik. Misal üçün, sizin bir sualınız var idi. Fermer təsərrüfatı 4 dənə, 5 dənə traktor almışdı. Traktorun üçü istifadə olunurdu, ikisi kənardaydı. İstifadə olunanların amortizasiyası verilir. İstifadə olunanlara əmlak vergisi hesablanır. Kənarda duranlar zaten müəssisənin aktividir və salam. Başqa bir funksiyaları yox. Çünki onlar istismara verilməyib. Növbəti. Bu da əsas vəsaitin anlayışı. Zaten bilirsiniz. Əmlak vergisinin, bir dəqiqə sualı ünvanlayım sizə sonra. Əmlak vergisinin hesablanması və ödənilməsi qaydası. Hesablanma qaydası da rahatdır. Ödəmə qaydası biraz qarışıqdır. Əslində o da rahatdır. Əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1% dərəcə ilə əmlak vergisi ödənilir. Bax, əmlak vergisi 1%. Nəyə cəlb edəcəm? Nəyə vuracam bu 1%-i? Əsas vəsaitin orta illik qalıq dəyərindən. Gedək onu başa düşməyə. Müəssisələrin və fərdi sahibkarın, bəli, əsas vəsaitləri qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda, bu bir hallardan biridir. Müəssisənin və fərdi sahibkarın əsas vəsaiti var və onun qalıq dəyəri bizdə x manatdır. Həmin manatdan daha artıq bir dəyərlə sığortalandığı halda əmlak vergisi bazar qiymətləri nəzərə alınmaqla sığortalanma tarixinə əmlakın bazar dəyərinə uyğun olaraq hesablanır. Sığortalanan əsas vəsaitlərin dəyəri, bu hesablanırda nöqtə belə deyək. Sığortalanan əsas vəsaitlərin dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda orta illik qalıq dəyərindən əmlak vergisinin hesablanması qaydası tətbiq edilmir. Yəni, bir an öncə dediyimiz 1% var idi, hansı ki, 1% nəyə vururduq? Orta illik qalıq dəyərini əmlakı. İkinci halda deyir ki, əgər sizin balansınızda olan əsas vəsaitin qalıq dəyərindən daha yuxarı bir dəyərlə sığortalamısınızsa, o zaman orta illik qalıq dəyərinin əmlak vergisini hesablaya bilməzsiniz. O qayda dəyişəcək. Bazar qiymətindən nəzərə. Var hesablamalarını deyəcəm. Əslində qayda belədir. Siz bunu deyim, çox düşünməyin, orada takılacaqsınız. Orta illik qalıq dəyəri, ilkin qalıq dəyərindən ilin sonuna son qalıq dəyəri çıxılıb,
bölünməklə əldə olunur. 2-yə bölməklə əldə edilir. 2-yə bölməklə bəli. Hə. İlkindən sonradan Almışam 500 minə, amortizasiya vermişəm 100 min, qalıq dəyəri qalıb 400 min. 500 mindən 400 min toplanıb 2-yə bölünür. toplam. Çıxılı toplanacaq. Burası amortizasyon. Toplanır. İlkindən sonradan toplam. Əmlak vergisi üzrə, bura maraqlıdır. Cari vergi ödəmələri, yəni verginin ödənmə vaxtları əvvəlki ildəki əmlak vergi məbləğinin, yəni keçən ilin əmlak vergisi nə qədər olubsa, 20% həcmində, yəni 5də biri, hər rübün ikinci ayının 15-dən gec olmayaraq ödənilir. Birinci ayının yox ha. İkinci ayının. Deyək ki, bu neçənci rübdəyik biz? 4-cü rübdə. 4-cü rübün ödənişini fevral ayının 15-dən gec olmayaraq ödəməliyik. Yanvarın yox. Yəni növbəti rübün ikinci ayını nəzərdə tutur. Sanki verginin ödəniş tarihi toplaşıyor ve verginin arka tarafı, uçurumlu tarafı. Ödəniş vaxtı budur. Amma hesablanma şərti də budur. 20%dir. Amma nəyin 20%? Keçən ilki əmlak verginin 20%. Keçən ilki əmlak vergin olubsa 5000 manat, sən hər rüb 1000 manat hesablayaraqdan ödəməlisən. Mənfəətdə 25% idi, gəlir vergisində 25% idi. Bəli, burada 20%dir. Gələcək orada, bəli. Əvvəlki hesabat ilində əmlak vergi ödəyicisi olmayan, artıq nə idi? Mən bu il yaranmışam, ya da bu ilin istənilən ayında mənim bir əmlakım əmələ gəlibdi. İndiyə qədər yox idi. Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, ha belə, bu getdi, bu şərtləri bağlayaq. Yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər və vərdi sahibkarlar əsas vəsaitlərini əldə etdiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin məbləğinin 20% miqdarında cari vergi ödəmələrini həyata keçirirlər. Burada mən Excel'də gözümün qabağınca 4 dənə şey ayırdım tək bu bənddə. Nəyə ayırdım? İlin əvvəlindən şirkəti qeydiyyatdan keçirmişəmsə, ilin müəyyən rübündə əmlaka sahib olmuşamsa, mən sahib olduğum əmlakı həmin rüb bitəndən sonra növbəti rübün ikinci ayının 15-də verməli olduğum rəqəmi harada müəyyənləşdirəcəm? Əvvəlki qalığım yoxdur axı. O zaman aldığım dəyərlə rübün sonuna olan qalıq dəyərinin ortalamasını hesablayıb və yaxud da ki, il sonuna olanı hesablayıb, bilirəm axı illik amortizasiya nə qədərdir. Hesablayıb, toplayıb, ədədi ortasını, yəni illik orta qalığını çıxardım, vurmalıyam 1%, tapmalıyam ki, x manat elədi. Həmin manatın da 20%-ni növbəti rübün 15-də qədər ödəməliyəm. Ümid edirəm, çox qarşıya izah eləmədim. Yadıma salın həmin nüansı nümunə şəklində izah edeyim. Bəlkə rəqəmlərlə otura yerin. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda, yəni ödədiyim rəqəm faktiki çıxan rəqəmdən yüksək olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azalması gedir. Gəlir vergisindəki kimi. Eynən həmin kateqoriyadır. Rüblü ödəmələr, yəni avans kimi ödəmələrim harda varsa, bu bəndlər mütləq o vergi maddəsində var yəni. Necə çox çıxarlar? Hesablamamı düz eləməyərəm, yəni ödəmələrimi artıq eləmiş olarım. Vergi ödəyicisi tərəfindən hesabat dövründə əmlak vergisi üzrə ödənilmiş cari vergi ödəmələrinin məbləği hesabat ili üçün ödənilməli verginin məbləğindən
çıxılır. Hansı ödənişlər? Yəni ilin sonunda hesablayırsan nə qədər ödəməlisən. Həmin rəqəmlə il ərzində ödədiyin bütün əmlak vergiləri çıxılır. Bunu izah edir sənə. Ödəyib, amma ödədiyimiz Bəli, növbəti cəhət, bəli. Nümunəmiz, gör nə qəşəng nümunəmiz var. Ama çok zor. Elə PMS sualına baxın. Son sözümü sözünü. Bunu davam. Müəssisə və fərdi sahibkar əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonraki ilin mart ayının 31-dən gec olmayaraq verməsi lazımdır. O deməkdir ki, hesabatı təqdim etmə hüququ yanvarın 1-dən martın 31-nə qədər keçərlidir. O deməkdir, gətirib onu martın 31-də verməz. İstədiyiniz tarixdə verə bilərsiniz. Bu aralıqda. Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildiyi təqdirdə ləğv etmə balansını, yəni ləğv edildiyi tarixdəki vəziyyəti ilə bağlı balansı vergiyə təqdim etdikdən 30 gün müddətində əmlak vergisi hesablanıb təqdim edilib ödənilməsi lazım. Bəyannaməsini təqdim etməyə borcludur, hələ pulunu istəmir. Fərdi sahibkar fəaliyyətini ləğv etdikdə yenə 30 gün müddətində bəyannaməni verməyə borcludur. Vergi tutulan dəyər necə müəyyən edilir deyir. Aslında bir qism bundan öncəkini gördük. Və sizin axtardığınız yer buradadır. Vergi tutulma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri götürülür. Yəni, vergi bazası odur. Faiz dərəcəsinin həmin rəqəmə vuracaq. Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyərlərini hesablamaq üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin, bax uzunmüddətli aktivinin demir, əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb 2-yə bölünür. Toplanıb imiş. Müəssisənin və fərdi sahibkarların əsas vəsaitlərinin orta illik qalıq dəyəri hesablanarkən əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım nəzərə alınmır. Yani olduğu hükümetten aşağıda olacak. Aşağıda düşsə nəzərə alınmayacaq, yuxarıda qalxsa nəzərə alınmayacaq. Əksər hallarda bu yuxarı qalxma ilə bağlıdır. Çünki burada baxın, kateqoriya nədən asılıdır? Yenidən qiymətləndirməyə qədər, bura qədər hissə aydındır, düzdür. İlkin qalıqla son qalıq toplanır. Niyə fərqli olur bir-birindən? Çünki əsas vəsait olduğuna görə amortisasiyaya tabedir. Amortisasiya əsas vəsaitin ilkin dəyərinin azaldır. Yəni öz dəyərinin azalmasına aparır. Ona görə də bunlar toplanır. 2 predment olduğuna görə də 2-yə bölünür. Yəni ilkin qalıq, son qalıq deyə bölünür və aktivin əsas vəsaitin orta qalıq dəyəri müəyyənləşdirilməklə 1%-ə vurulur. Davamında isə bizə dediyi şey nədir? Müəssisədə və fərdi sahibkarda, ümumiyyətlə əsas vəsaitin sahibində əgər yenidən qiymətləndirmə prosesi baş veribsə, əmlakının dəyəri 100 min imiş, yenidən qiymətləndirmə gəlib bunu eləyib 700 min, 500 min, 300 min, 150 min. Niyə olmur ki? Gəlin belə deyək, bir torpaq sahəniz var, almışsınız, ilkin qalıq dəyəri bəllidir sizin üçün. Hardan bəllidir? Sizin balansınızdan çıxan puldan, yəni sərmayənizdən gedən kapital axınından. Oradan bəllidir ki, dəyəri bu qədərdir. Və bir hal qaziyə baş verir, Allah göstərməsin, bir zəlzələ halı baş verir və şəhərdə bina evləri tikməkdən insanlar vaz keçir və həyət evləri tikə bilmək üçün xüsusi ərazilər axtarılır. Sizin də var. Şəhər kənarında bir yerdən sotunu 100 dollardan almışsınız deyək ki. Amma sənədlə, tikinti təyinatlı. O zaman sizin sotu 100 dollara olan yerinizin qiymətini bir təsəvvür edin. Yəni, adam seçərsiz satmağa, səni bəyənmədim, sənin, nə bilim, ilqin xoşuma gəlmədi, sənin dinin xoşuma gəlmədi, sənin pulunun rəngini bəyənmədim, yəni sənin bank hesabından xoşum gəlmədi deyə belə kateqoriyalaşdıra bilərsən, çünki artıq sənin tələbin çoxdur. Tələbin çox olduğuna görə qiymət dəyişə bilər və sən məcbursan həmin aktivi yenidən qiymətləndirəsən. Niyə? Çünki sənin balansında doğru qiymətdən əks olunmuyor. Səndə sotu 100 dollardan əks olunur, amma hal-hazırda sotu 20 min dollardır. Sən onu 100 dollardan 20 min dollara qaldırdın aktivin dəyərini.
Bəs balansı başqa yerinə qeyd edəcəksən. Bu olmayan bir axından əmələ gəldi bu. Səndə cəmi 100 dolların qarşılığı var. Ki, pulumdan gedib. Qalanını kapitalda ehtiyatlar, yenidən qiymətləndirmə ilə bağlı ehtiyat hesabı yaradıb, orada da artıracağıq və bərabərləşdirəcəyik balansımızı. Anladım. Hə. Burada mövzu nədir? Ortada olan dəyər sənin sərmayəndən axan pul vasitəsinin əmələ gəlmədiyinə görə vergi hesablamaçısına onu qatmır. Yenidən qiymətləndirmədən artım da olsa, yenidən qiymətləndirmədən azalma da olsa, mənim aktivimin orta qalıq dəyəri, daha doğrusu əsas vəsaitimin orta qalıq dəyərinə aidiyyatı yoxdur deyirəm. 331-ci qism. Bəli, o da bilir. Sən dəyişir. Əgər kapital akılı varsa və elə bir dəyişiklik olubsa, məsələn, Onu da dediyim kimi yenidən qiymətləndirmə kapitallar bölümündə yenidən qiymətləndirmə hesabı yaradaraq artırmaq lazımdır. Çünki hər artan aktivin bir mənbəyinin olması lazımdır. tam tersi azalmışda da bu kesin. Əlbəttə. Tek tarafından bir azalar da değil. Zola da bilər. Yəni bu sadəcə bu prosesi deyir. Bu nə artma, nə azalma deyil. Deyir ki, yenidən qiymətləndirmə prosesinin nəticəsi çox anda da az ödəmiş olsun. Bilmiyorum da. Bir-birini kompensasiya etmiş olmur. Siz ədalətli dəyər anlayışından görə deyirsiniz səncə? Ben çünkü niye orada? Sadece artmaya sızmak değil. Aha, müsbət fərq nəzərə alınmır. Müsbət fərq nəzərə alınsa, o da nəzərə alınmayacaq. Deməsin, alınmayacaq. Üzr istəyirəm uşaqlar, baxın. Siz aktivinizin bazar qiymətini bilə-bilə aşağı düşür. Yenidən qiymətləndirmə şirkəti dəvət edib eləyərsiniz elə bir şey. Eləməzsiniz. Sadəcə otur qiymətinizi dəyişərsiniz. Heç dəyişmək də istəməzsiniz ki, aktiv dəyəri olduğu kimi qalsın. Yenidən qiymətləndirmənin edilməsinin əsas prinsipi hələ Azərbaycan müəssisələrində investisiya cəlbindən əvvəl olur. Yəni, kənara investisiya cəlb etməmişdən əvvəl olur. Bu, yerli bank təşkilatları, xarici bank təşkilatları, kredit olmayan təşkilatlar və yaxud da ki, xarici investorlar, yerli investorlardan pul vəsaiti cəlb etmək istəyəndə aktivlərin yenidən qiymətləndirməsinə gedirlər. Ki, müəssisənin dəyəri yüksək görürsün. Bu da getdi və nə? Qeydimiz var. Fərdi sahibkarların əsas vəsaitlərinin orta illik qalıq dəyəri müəyyən edilərkən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası ərazisində yerləşən binalar, həmçinin yenidən və istifadə edilib edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyat vasitələri nəzərə alınmır. Yenidən qiymətləndirmədən. Nümunə, əvvəlki vergi ilindən əmlak vergisinin ödəyicisi olan müəssisənin cari ildəki əmlakının ilin əvvəlinə qalıq dəyəri 120 min manat olmuşdur. Bu halda əmlak vergisinin hesablanması üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri, yəni burada biraz qabağa atıblar, 117 mini hesablamaq istəyirik. 120 min plus 115 min bölünsün 2 tapacağıq 117 mini. Orta illik qalıq dəyərini, bəli, 117 mini də 1%-ə cəlb etməklə 1175 manatlıq bir vergi məbləğini əldə etmiş olacaq. Baxın, bu isə maraqlıdır. Uşaqlar, bu bayaqların bir anlayış oxuduğu sığorta ilə bağlı onun hesablaması da deyir ki, əmlakın dəyəri 2300 manatdır. Amma biz onu dəyərindən daha yuxarı qiymətə 3000 manata sığortalamışıq. Sığortalama tarixinə həmin əmlakın bazar qiyməti 3500 manat. Bu halda əmlak vergisinin aşağıdakı qaydada hesablanır. Bazar qiyməti vurulsun 1%. Bayaqlarım sığorta bəndini oxuyanda deyirdi bazar qiymətini təyinatları nəzərə alınaraq. Bizə elə verirdi ifadəmizi. Bazar qiyməti aşağısı. Sığortaya qədər eləyəcəksin. Sığortadan aşağı düşəndə sığorta dəyərini qəbul edəcəksin. Çünki 3001 manatda bazar 3001 manatı götürəcəksən. 2900 manatda artıq 3000 manatı götürəcəksən. Hansı yüksəkdir deyəndə biraz doğru gəlmir də mənə. Niyə belə?
Çünki sənin aktivin bu dəyərinə sənə qaytarıla bilir. Yəni riskini bu qədər dəyərdə şey eləmisən, əmələ gətirmisən. İstediğin şey. Var. Likvidliyi bu qədərdir yəni. Bir şey soracağım. Saç sigorta əmlakı. Bir şey dolar doktor. Sana sade. Yok. Bir olmayacak. Kontrol. Deməli, yandırmamışam bir dəqiqə. Bəli. Bu fərqli sahəsində artıq hesablama forması el müəssisə və uşaqlar müəssisə və deyir fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda davam edir. Yaradıldıqda və ya əmlak vergi ödəyicisi olduqda, yəni əmlaka həmin dövrdə sahib olduqda müəssisə və fərdi sahibkar deyir. Hesabat ili ərzində, yəni bu ildən gedir söhbət, yaradıldıqda, 7 kreditdən keçmişəm, martda, iyunda, avqustda fərqi yoxdur və yaxud da ki, əmlaka sahibliyim ilin ortasında baş verib. Bundan əvvəlki dövrlərdə mən əmlak vergi ödəyicisi olmamışam. Olduğu təqdirdə və ya əmlak vergisinin ödəyici olduğu tarixə və ya ilin sonuna qalıq dəyəri toplanılaraq, yəni avadanlıq, əmlak, torpaq, bina hansı tarixdə baş veribsə müəssisədə yaranıbsa, ilin sonuna qədər ki qalıq dəyəri hesablanır və həmin qalıq dəyəri 24-ə bölünür. 12 olurdu o təqdirdə ki 2 ilin fəaliyyəti var idi ortada. Yəni keçən ilki nəticəyə görə bir də bu ilin tam hamısından gedir söhbət. Bir də var ki bu başqa halda artıq. Sən ya bu il yaradılmısan, ya da ki bu illərin əmlaka sahib olmusan. Yəni əmlak vergi ödəyicisi bu il olmusan. İlin istənilən ayında da fərqi yoxdur. Həmin aydan, həmin ilin dövrün sonuna qədər əməliyyatlar hesablanır və qalıq dəyəri müəyyənləşdirilir və 24-ə bölünərək vergiyə cəlb olunacağı rəqəmi tapılır. Yəni orta qalıq dəyəri tapılır. Toplanır. Baxın, indi həmin mövzuya gedirik. 2024-cü ilin aprel ayında yaradılmış və həmin aydan əmlak vergisinin ödəyicisi olub müəssisə. Onun yarandığı tarixə əsas vəsaitin dəyəri 50.000 manat olubdur, yarandığı tarixə. İlin sonuna qalıq dəyəri isə 37.500 manat olubdur. Ay sayına vurursun. Bu halda əmlak vergisinin hesablanması üçün müəssisənin əsas vəsaitinin orta illik qalıq dəyəri Orta illik qalıq dəyəri 2966 manat, yəni 50.000 plus 37.500 bölünsün 24 ay bu ikisinin nəticəsi. Alınan rəqəm aprel ayından ilin sonuna qədər olan ayın sayına vurularaq, yəni burada artıq aprel ayda sayılır. Çünki aprel ayından deyir, bəli. 8 ay vurularaq alınan rəqəm olur artıq bizim orta illik qalıq dəyərimiz. Biz də onu 1% cəlb etməklə 291 manat 67 qəpiklik əmlak vergimizi əldə eləmiş oluruq. Hamıdır. Müəssisə və fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda onun əsas vəsaitlərin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qədər, yəni qalıq dəyəri o ikisinin arasında toplanaraq 24-ə bölünür. Və ilin əvvəlində müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur. Yenə həmin prosesdə. Amma bu səfər ilin sonu gözlənilmir. Deyir ki, ilin sonunu gözləmədən sizin müəssisənizi qeydiyyatdan çıxarırlarsa və yaxud da ləğv etməyə gedirsinizsə, o tarix hansı tarixdirsə balansın verildiyi tarixdir. Bu tarix aralığı üçündə yenə toplanmalı, 24-ə bölünməli, alınan nəticə həmin tarix aralığına vurulması lazımdır. Kaç gün olan? Bu ay götürəcəklər onu. Kredit təşkilatları, bu da C maddəsində var idi, digərdə də vardı. Kredit təşkilatları hesabat ili ərzində müflis elan olunduqda, yəni mən kredit verən şirkətə müflis elan olunmuşam, onun əmlakının ilin əvvəlinə və müflis elan olunduğu tarixə qalıq dəyəri toplanılaraq 24-ə bölünür və ilin əvvəlindən kredit təşkilatının müflis elan olunduğu aya qədər olan ayların sayına vurulur. Yenə həmin mexanizmlə, yəni fəaliyyətdə olduğu hissədə. Nümunə,
Müəssisə 2024-cü ilin noyabr ayında ləğv edilmişdir. Müəssisənin əsas vəsaitlərinin ilin əvvəlinə qalıq dəyəri 100.000, ləğv edildiyi tarixə isə 75.000 manat təşkil edir. 175.000 ikisinin cəmi 24-ə bölürük. Alınan rəqəmi isə 10 aya. Hansı aydan? Bəli, noyabr ayındadır, bəli. Ləğv edildiyi ayı artıq burada saymadım. Hesablanacaq əmlak vergisinin məbləği 729 manat 17 qəpik olur. Yəni həmin orta dövrlük qalıq dəyəri vurulub 1%-ə əldə edilir. Azadolma və güzəştlərə davam etməyəcəm. Həm qısadılar, həm də bunları təkrar bir də keçmək istəyirəm üzərindən. Çünki həm onun üzərindən keçək, həm də çalışmalarını işləyək. Həm burada testini, sizdə evə çalışmanı verməyim, sadəcə materialını verməyim. Amma bundan əlavə verəcəyim materialın içərisində bir 20 dənə test var. Ona baxarsınız.